dostum. Necə baş verib hadisə? Hadisə işte götürdü müəllimə güllələdi. Sən gördün onu? Nə gülləsiydi? Of tüfəngi. İşte götürdü avtomat sonra yerə atdı. Mən qalxızım bilmədim nə başı. Sizin sinifdə oldu hadisə? Ya. Mən 8-ci sınıfda o Bəs nə sizə vurdu? Nə dedi? Əvvəl nə dedi sizə? Bilməm, çox sıxırdılar ona görə. Sonra götürüb avtomatı yerə atandan sonra Hansı avtomat idi? Görə bilmirəm. AKR. Mən başa düşməyəm, avtomatı verdim ona. Ondan sonra götürüb. O uşağın nəsə problemi var idi, qəqəş müəllimə. Əvvəlcədən sıxırlar o məktəbdə. Hadisədən Məktəbdə sıxırdılar. Sən nə dedin ona? Müəllimələr başqa belə işlə. Niyə sıxırdılar? Vallahi bilmirəm. Dərslərinə görə. Yox, normal hər şey. Bəs müəllim haqqında nə bilirsən? Müəllimə hələ mənim müəlliməm idi. Necə müəllimədir? Yaxşı. Həmən müəllim çıxırdı, onu vurduğu müəllim yoxsa? Yoxan salmış, görsən. Diktafonları bir aşağı salın. Dərslər yaxşı oxumur deyə sıxırdı. Yaxşı oxurdu, normal idi. Çox sağ ol, qardaş. Dəcəl uşağı idi. Şahla mənim. Yaxşı uşaq, sakit idi.